Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Necəsiz? İnşallah yaxşısınız. Bizim bugünkü mövzumuz 21-ci dərsdir. Həyat bilgisi 1-ci sinif 21-ci dərs insanlara hörmət və qayğı. Hörmət qazanmaq istəyirsinizsə, hörmət etməyi də öyrənməliyik. Bəli, bu doğru cavabdır. Yəni doğru bir fikirdir. Biz isə hörmət, diqqət, yardım və qayğıyı hər zaman birlikdə nə etməliyik? Həyata keçirməliyik. Bizdən soruşur, şəkildə gördükləriniz haqqında danışın. Birinci şəkildə ata və oğuldur və parkı gəzməyə çıxıblar. İkinci şəkildə isə müəllim və şagirdlərdir, ya da yaşlı baba və nəvələri də ola bilər. İkincidə isə deməli uşaqlar onun ətrafına yığılıb və baba ya və yaxud müəllim uşaqlara kitabdan nağıl və yaxud şeir, hekayə, əfsanə bir şeylər oxuyur. Uşaqlar da sevinclə diqqətlə onu dinləyirlər. Hansı şəkildə təsvir ediləni böyüyə hörmət adlandırmaq olar? Böyüyə hörmət bu üçüncü şəkildə adlandırmaq olar uşaqlar. Çünki qadındır, ya da deyəsən qadındır da. Babadır deyək, yaşlı baba. Əlində çəliyi var, beli bükük şəkildədir və çətinlik çəkir yeriməkdə və əlində də veşi vardı. Yaxınlıqda gənc bir qız isə ona yaxınlaşıraq əlindən tutur, getməyinə kömək eləyir və onun torbasına da kömək eləyir aparmağına. Sonra deməli uşaqlar, sizə şəkillərdəki adamların nə üçün qayğıya ehtiyacı var? Balaca uşaqların hər zaman qayğıya ehtiyacı var, çünki insan bədəni elə bir şəkildə qurulub ki, o 18-17 yaşına qədər bir diqqət görməlidir, bir qayğı görməlidir ki, onun o sevgi ehtiyacı, onun o qayğıkeşlik ehtiyacı ödənsin. Yaşlıların qayğıya ehtiyacı var, çünki artıq onlar sümükləri artıq zəiflədiyi üçün istədikləri gənc yaşındakılar kimi hərəkət eləyə bilmirlər. Və bu da təbii ki, onların həyatda qalmasına, hərəkət etməsinə çətinlik yaradır. Biz də onlara görə daha diqqətli olmalıyıq və onlara hər zaman yardım etməliyik. Xəstənin isə hər zaman həkimlər tərəfindən müəyyən bir qayğıya, diqqətə ehtiyacı var. Çünki insan həyatı çox vacib bir amildir və xəstələndiyi zaman ona düzgün baxılmalıdır ki, o da həqiqətən tez bir zamanda xəstəliyini sağaldıb yenidən həyata qayıda bilsin. Belə. Yaşlılara qayğı və hörmət hər bir dövlətin əsas vəzifəsidir, bəli. Çünki bunun üçün də qocalar evi fəaliyyət göstərir. Böyüklərin sizə qayğı göstərdiyini hansı hərəkətlərindən hiss edirsiniz? Mənə hansı hərəkətlərimdən? Məsələn, mən ən birinci qayğını mən bir tələbəyəm və tələbəyə hər bir zaman anası, atası zəng eləyir və ən birincisi bu gün nə yemisən sualına cavab vermək idi və mən də təbii ki, cavabımı verirəm. Yəni nə yemisən, nə geyinirsən, hara gedirsən, saat neçədə evdə olarsan, niyə gec gələcəksən, nə üçün bura gedirsən, niyə xəstələnmisənmi? Bunun kimi suallar verərək mən həqiqətən də böyüklərin mənim üzərimdə hələ də qayğı çəkdiklərini hiss etmiş oluram. Belə, özündən böyüklərə hörmət etmək, kiçiklərə isə qayğı göstərmək borcumuzdur. Hörmət və qayğı görən insan özünü daha dəyərli hesab edir. Bəli, özümüzü daha dəyərli hesab etməyimiz üçün sevgimizi, qayğımızı hər zaman bir-birimizlə bölüşməliyik və bir-birimizə qarşı hər zaman diqqətli olmalıyıq. Belə. Belə uşaqlar, ümid edirəm bu dərsi də bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşmək ümidi ilə. Hələlik uşaqlar.